Salam gözəl xanımlar, hamınızı xoş gördük. Hamınızın müqəddəs Qurban bayramınızı təbrik edirəm. Xoş günlər arzulayıram. Süfrəniz daima bol olsun, ruzulu, bərəkətli olsun. Allah canınızı da sağ eləsin. Amin inşallah. Gözəl bacılarım, bugünkü alışverişimizi istəyirəm sizlə paylaşım. Bu günlərim nə aldıq? Pisokdur, soğandır, limondur, çoğdar çörəkdir, ev lavaşıdır, duzdur, tvaroqdur, kəsmiş, diş pastasıdır, lobyadır, kərə yağıdır, etkin şokoladdır xanımlar. Uşaqlar çox xoşlayır bu şokoladı götürdük. Kəkli otudur, Naxçıvan kəkli otudur. Çox xoşumuza gəlir, ondan mən işlədirəm. Çox yaxşıdır, ətirlidir. Sonra gavalı qurusudur, mən bunu çox işlədənəm salatlarda. Sonra xanımlar, sabundur, yumurtadır, kənd yumurtasıdır, düyümüzdür. Mən həmişə tamaşa düyüsü işlədirəm. Kişmişdir, qara kişmişdir, kişmişdir, gavalı qurusudur. Bunların hamısını mən yuyub, quruduram, sonra başlayıram işlətməyə. Bu da maş lobyadır, bu belə qırmızı lobyadır, bu da qoz ləpəsidir, bu da bizim almamızdır. Bilənlər bilir, mən ən çox meyvələrdə almaya üstünlük verirəm, almamı çox yeyəməm. Bu bizim xiyarımızdır. Gözəl xanımlar, bu qayısıdır, qara qayısıdır. Bu çayla biz həmişə ondan içirik, yoldaşımla. Pomidorumuzdur, qəşəng pomidordur, xoşumuza gəldi, götürdük. Bunlar göyərtilərdir xanımlar. Bu tərpətüyün göyərtisidir. Bilənlər bilir yəqin ki. Sonra nanə götürmüşük, petruşka götürmüşük, hərəsindən. Mən tərpətüyündən turşu qoyuram. Onu necə hazırlayıram, onun hazırlamasını da sizə göstərəcəm inşallah. Baxarsınız, ola bilər, gərək olar, siz də qoyarsınız o tərpətüyün turşusu inşallah. Xanımlar, bu da qayısıdır, Ordubat qayısısı. Xoşumuza gəldi, götürdük, çox şirindir, dadlıdır. Badımcandır, tunsuz badımcandır. Bunlar da bidərdir, kökdür. Bax belə. Bugünkü alışverişimiz bunlardan ibarətdir. Allah hamının rozusunu bol eləsin, süfrəsini dolu eləsin, canın sağ eləsin. Həmişə yenə deyirəm, evinizdə qazanınız qaynasın, süfrəniz dolu olsun, bol olsun. Allah can sağlığı ilə onu nəsib eləsin. Hamı evində bir tikə rahat yeməyini yeyib, rahat olsun inşallah. Əziz bacılarım, bu göyərtilərdir, aldığımız göylərdir. Mən bunların da təmizləyəcəm, ayıracam. Bax, bu tərpətüyün göyüdür, bayaq dediyim tərpətüyün. Bunu təmizləyib, şorabasını qoyanda, turşusunu, mən sizə onu göstərəcəm, necə hazırlamaq lazımdır. Bunlar da nanədir, petruşkadır, kişnişdir, şüyüddür, bu da reyhandır. Bunları da təmizləyib, ayrı-ayrılıqda yığacam öz qablarına. Oldu xanımlar. Əziz bacılarım, küftə pişirirəm. Niyə küftə pişirirəm?
Yoldaşım biraz nasazlayır. Mənə dedi ki, Arzu, bugün duru yemək pişir. Özdə küftə olsun, noxuddu. Dedim, baş üstə. İndi mən noxudlu küftə pişirirəm. Küftənin hazırlama formasını zaten bütün xanımlar bilir. Mal ətidir. İçinə qoyunun quyruq ətindən çəkib maşından keçirmişəm. İçinə vurmuşam soğan, göyərtilər, kişniş, süd, nanə, reyhan, duz, istiot və onu qatışdırmışam. Sonra küftə tutmuşam ondan qəşəng-qəşəng. Küftənin içinə də turşu qoymuşam. İndi soğanımı hazırlayıram xanımlar. Soğanı da doğramışam. Soğanına da kök çəkmişəm süzgəcdən. Yaşıl biber vurmuşam. Bir də soğan. Pomidorumu da hazırlayıb tökəcəm. Qəşəng qovurulandan sonra suyunu tökəcəm inşallah. Sonra da küftələri atacağım, qəşəng pişəcək. Küftə bir 5 dəqiqə pişəndən sonra kartoşkasını tökəcəm. Kartoşka da pişəndən sonra göyərtini üstünə səpib altın keçirəcəm inşallah. Xanımlar, davam eləyək işimizə. Soğanımız burada qəşəng qovrulur. Soğanın yağı kərə yağıdır. İndi mən bura pomidoru tökəcəm. Pomidorumuzu tökdüm, qəşəng. Mən pomidorun qabığını soyuram. Burada doğrayıram. Tamam pomidorla soğan, biber, kök burada ölür. Tamam. Qəşəng qovurulandan sonra mən küftənin suyunu tökürəm xanımlar. Küftənin suyunu tökürəm. Bu da bizim noxudumuzdur. Pişibdir, hazır formasıdır. Mən noxudu istadanda qəşəng isti suyla onu yuyuram. Təmiz-təmiz. Sonra isti suda istaqda saxlayıram 1-2 saat. Sonra qoyuram, pişir, yumuşalır. Yumuşalır, tam bu su qalanacan yumuşalır. Bu suyla qalır elə noxud. Həmən bax bu suyla bir yerdə noxudu tökəcəm küftəyə. Onda çox dadlı olur küftənin suyu. Belə su da tökəcəm, amma noxudun suyunu da tökəcəm. Onda çox dadlı olur, gözəl xanımlar. Bax belə. Əziz bacılarım, indi mən noxudu tökürəm bax. Küftəmizin soğan sosunu tökdüm suyuyla bir yerdə. Sonra çaylıqdan bura su tökəcəm. Bax belə. Tökdüm. Bu qəşəng qaynara düşəcək xanımlar. Qaynara düşəndə mən küftələrimizi tökəcəm inşallah. Biraz da xodunu artırım. Xanımlar, bu da mənim tutduğum küftələrdir. Burada balaca küftə var, 2 dənə. O mənim mələm içindir. İnşallah. Xanımlar, yoruldum. Bir dənə özümə yaşıl çay tökdüm. Dedim bir 5 dəqiqə istirahət edeyim. Çayımı içim, sonra davam edeyim vlogumu. Xanımlar, rəylərinizdə yazırsınız ki, Arzu xanım ailəsi haqqında bizə məlumat verin. Verim də, mən də sizə məlumat, böyük məmnuniyyətlə. Əziz bacılarım, mən özüm Qarabağlıyam. Yoldaşım da Qarabağlıdır. Eyni rayondan ikimiz də Bakıda yaşayırıq. Üzr istəyirəm böyüklərdən. 2 dənə evladımız var, oğlan evladıdır. 2 dənə də nəvəmiz var. Uşaqların hər ikisini evləndirmişik. Böyük oğlumun bir oğlu var, Uğur balamız.
balaca oğlumun bir qızı var, Arzu qızımız. Allah bütün balaları, nəvələri saxlasın. Bizimkilər də içində inşallah. Belə xanımlar. Bu da mənim ailə haqqında sizə tərcüməyə halım. Əziz xanımlar, yeməyimiz artıq pişibdir. Mən yeməyimizin göyünü tökürəm. Göyərtisin. Yeməyimiz artıq pişibdir, hazırdır. Altın keçirim mən yeməyimizin. Çəkim hazır formasında sizə göstərəcəm. Əziz xanımlar, gözəl bacılarım, yeməyimizin hazır formasıdır. Siz də pişirin, nuş edin. Havada sərindir, bayırda yerinə düşər. Öpürəm hamınızı, bağrıma basıram əziz bacılarım. İzləmədə qalın, yorumlarınızı yazarsınız, rəylərinizi bildirərsiniz. Allah hamınızdan razı olsun. Gözəl xanımlar, mən sizə tərpətöyün turşusu demişdim. Onu qəşəng yudum. Aş düzəndə qaldı, suyu süzüldü. Sonra balonumu yudum, 1 kiloluq balon. Quruladım. İçinə bir dənə acı biber qoydum balonun. 2 diş sarımsaq, tərpətöyünün özün, qəşəng yığdım 1 kiloluq balona. 5 dəstə tərpətöyün 1 kiloluq balona gedir basa-basına qəşəng. Sonra bunları yığandan sonra 1 xörək qaşıq yarım duz tökdüm. Sonra çaydan qaynaya-qaynaya üstünə suyu tökdüm. İndi mən onu maşından bağlayacağım. Qəşəng qışda açıb nuşucandan yeyəcəyik. Məsləhət görərdim ki, siz də düzəldəsiz, qış üçün tədarik görəsiz, ət xörəyi ilə çox dadlı gedir. Allah hamınıza kömək olsun, hamınızı öpürəm, bağrıma basıram, gözəl bacılarım.